22 Mart 2025-ci il. Bu bizim Qafqaz cinsindən olan arımızdır. Qışı çox pis keçirdi, yəni çox zəif çıxdı qışdan, həddindən artıq. Və arını bu şəkildə sıxışdırmalı oldum. Hal-hazırda 2-3 çərçivə civarındadır, 3 çərçivədə sıxışdırmışam. Sonuncu dəfə 9 Mart tarixində baxmışam bu arıya. Və həmin vaxtı çox az bir yumurta sahəsi var idi. İndi isə görək arının vəziyyəti necədir. Bu qış arıların bəzilərində daraltma eləmədim. Çünki qış boyunca arılar yumurtadan kəsilmədi. Varovaya qarşı yetərli mübarizə apara bilmədik. Baxaq görək arıda vəziyyət necədir. Qoşun sayında gözlə görüləcək qədər irəliləyiş var. Ana arımız da buradadır. 2024-cü ilin ana arısıdır. Bölmədən əldə edilib. Bəli, sıxışdırmağın, daraltmanın arıya faydası varmış. Bu yeşiklər, tabut yeşiklər hesab edilir. 17 çərçivəli yeşiklərdir. Böyle arı çox gözəl bir yumurta atıb. Çox gözəl. Qapalı balası var. Larva şəklində olan balalar var. Havanın isti keçməyi, həmçinin yetərincə qidanın olması arını yumurtaya təşviq elədi. Çox gözəl. Bu arı yavaş-yavaş inkişaf edəcək. Hava soyuq olduğu üçün şərbət vermirəm. Çünki zəifdir bu arı. Öz hazırladığımız keki verirəm. Bütün arılarımıza verirəm bundan. Və alınma keki verirəm. Havalar soyuq olduğu üçün biraz agresivdir arılar. Normaldir. Havalar isilən kimi yeşiklərdə dəyişiklik edilməlidir. Çünki yeşiklərin içi həddindən artıq çirklidir. Ölmüş dənələrlə şan gözləri də dolu yəni. Ovulmuş şanlarla.